Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Bugün Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov İranlı həmkarı Abbas Əraqçı ilə görüşlər keçirib. Tərəflər humanitar sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər. Bildirilib ki, iki ölkə prezidentlərinin razılığı əsasında Bakı-Tehran, Bakı və Bakı-Təbriz-Bakı marşrutları üzrə aviareyslərin sayının artırılması Azərbaycan və İran xalqları arasında təmasların daha da intensivləşməsinə mühüm töhfə verəcək. Görüş zamanı Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesindəki son vəziyyət barədə məlumatlandırıb. O, regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruri olduğunu vurğulayıb. Milli Məclisin deputatı Vüqar Bayramov dövlət qulluğu haqqında qanuna təklif edilən dəyişikliklə bağlı yeni məlumat açıqlayıb. Onun sözlərinə görə dəyişikliklər təsdiqlənəcəyi halda Azərbaycanda dövlət qulluqçularının ailələrinə yeni növ müavinət veriləcək. Təklif edilən düzəlişlərə əsasən dövlət qulluqçusu vəfat etdikdə, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu halda dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli məbləğində bir dəfəlik müavinət ödənilməsi nəzərdə tutulur. Deputat bildirib ki, 2024-cü ilin yekunlarına əsasən ölkədə fəaliyyət göstərən 27,4 min dövlət qulluqçusunun orta aylıq nominal məvacibi təxminən 2000 manatdır. Bu göstəriciyə uyğun olaraq yeni müavinətin orta məbləğinin təqribən 8000 manat olacağı gözlənilir. Yeni ilin yaxınlaşması ilə əlaqədar ölkəyə qanunsuz şəkildə pirotexniki vasitələrin gətirilməsi cəhdləri artıb. Lakin mövcud qanunvericiliyə əsasən bu məmulatların ölkəyə idxalı, satış və istifadəsi qadağandır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələyə münasibət bildirərək qeyd edib ki, pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxildir. Onların dövriyyəsinə yalnız müvafiq dövlət qurumu tərəfindən verilən xüsusi icazə əsasında yol verilir. Onun sözlərinə görə təhlükəsizlik standartlarına cavab verməyən pirotexniki vasitələr insan sağlamlığı üçün ciddi risk yaradır. Bu cür zərərli məmulatların satışı ilə məşğul olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunur. Nazirlik vətəndaşları qanunsuz pirotexniki vasitələrdən istifadə etməməyə çağırıb. ABŞ prezidenti Donald Trump Azərbaycan prezidenti və Ermənistanın baş nazirinə ünvanladığı məktubda onu Nobel sülh mükafatına namizəd göstərdiklərinə görə təşəkkür edib. ABŞ lideri məktubunda dünya miqyasında sülhün və rifahın təmin edilməsinin onun əsas prioritetlərindən biri olduğunu vurğulayıb. ABŞ prezidenti olaraq dünyada münaqişələrə son qoymağa və bütün insanlar üçün sülhün təmin edilməsinə sadiq qalıram. Davamlı tərəfdaşlığınızla qeyri-mümkün görünənə belə nail olacağıq deyə Trump bildirib. ABŞ lideri tərəflərin dəstəyinin qlobal sülh səylərinə mühüm töhfə verdiyini qeyd edərək məktubunu minnətdarlıqla tamamlayıb. Dekabrın 9-da ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə ara bir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu gecə 7-10, gündüz 10-13 dərəcə isti olacaq. Rayonların bəzi yerlərində ara bir yağış yağacağı, dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimalı var. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.